İndi isə 13-cü sualın izahına baxaq. Deməli, B4 xanasındakı düstur digər xanalara köçürürük və bizə lazımdır A4, D5 diapazonda ən böyük ədədi tapmaq. A4, B, D5 diapazonu. A4, D5 diapazonu buradadır. Bu diapazonda ən böyük ədədi tapmaq lazımdır bizə. Yəni, burada bu xana daxildir, bu xananın içindəkilər. Ona görə biz düsturu bu xanalara köçürdəcəyik. Əvvəla B4-ün öz qiymətini hesablasaq, S3 16 üstə gəlinsin A1 15, 16 üstə gəl 15 31. Daha sonra B4-ü S4-ə köçürtmə eləsək, S4 bərabər olur. Baxın, B4-dəki düsturu S4-ə köçürtmə eləyirik. Sətr dəyişmir, sütun bir vahid artacaq. Dollar S3 üstə gəlinsin B dollar 1. Bunun da qiyməti bərabərdir. S3 16, B1 22, 38-ə. Daha sonra S4-ü S5-ə köçürdək. Çünki o da bizə lazımdır. Dollar S. Baxın, sətr bir vahid artacaq. Üstə gəlinsin B dollar 1. B1-in qiyməti 22-dir, S4-ün qiyməti 38-dir, 60. B4-ü indi B5-ə köçürdək. B5-ə. Deməli, B-dən B-yə gedir. Sütun dəyişmir, sətr bir vahid artacaq. S. Sətr bir vahid artacağı üçün A dollar 1. Deməli, sütun dəyişmir. Sətr bir vahid artacaq. Aha. S4-ün üzərinə A1 gəlirik. S4 neçədir? 38-dir. A1 15-dir. Edir 53. Daha sonra D4-ü hesablayaq. Silim. B4-dəki düsturu D4-ə köçürtmə edək. B4-dən D4-ə köçürtmə edəndə yenə sətr dəyişməyəcək. D4 bərabər olur. Sütun 2 vahid artır, sətr dəyişməyəcək. Dollar S4 üstə gəlinsin S dollar 1. S4-ün üstünə S1 gəlirik. S4 38-dir. S1 ilə toplayanda edir 56. Yəni, bu da oldu 56. D4-ü də D5-ə köçürdək. Dollar S5 üstə gəlinsin. S, deməli, olduğu kimi qalır S1. S5-in üstünə S1 gələcək. S5 60-dır. Üstünə S1 gəlirik. Deməli, S5-in üstünə S1 gəlirik. 18, 78 etdi deyəsən. Baxaq, haradasa xəta etməmişik. D4-ün özünə yazırıq. D4-ə köçürtmə edəndə. Burada D4-də elə S3 olaraq qalır. Burada xəta etmişik. Düzəldək. Baxın, B4-dən D4-ə köçürtmə edəndə sətr dəyişmir. Amma burada sətr bayaq dəyişmişdim. S3-ün üstünə S1 gəlirik. S3-ün 16-nın üstünə S1 18 34. Yəni, burada bu ifadə bərabərdir 34-ə. Onu da D5-ə köçürtmə edəndə burada 4 edir. S4-ün üstünə S1 gəlirik. S4 38-dir. S1 18-dir. Toplayırıq 56. Və bizdən A4 ilə A5 də 0 edir qiymətləri. Çünki onlara köçürtmə mümkün deyil. Ən böyük xananı istədiyi üçün 60-dır. Cavab olur A variantı. Daha biraz diqqətli olmaq lazımdır belə suallarda. Davam edək 14-cü sual. 14-cü sualda qeyd edir ki, yenə Word-ə bağlı sualdır. Word proqramında tamamilə boş səhifəyə deyir 20 simvolluq söz yazaq. Bunu göstərmək üçün əslində yaza da bilərəm. 20 simvolluq, 23 simvolluq daha doğrusu söz.
Baxın, yazıram. 1 olsun, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23 yazdım. Daha sonra 23 simvol yazdım. Enter buraxanda, baxın, W-dan sonra enter vuranda gəlir düşür bura. Bu 23 simvolluq artıq enter özü də bir simvol yer tutur. Çünki məsələn biz düşürük yeni sətrə. Bu zaman biz backspace vuranda yenidən qayıdır W-nun yanına. Biz backspace vuranda W-nu gəlib silmir ki. W-nun yanına qayıdır. Deməli bir boşluq buraxıb. 23 simvolluq yazdıq. 23. Enterin özü bir boşluqdur. Plus 1. Daha sonra 20 simvolluq mətn daxil edildi. Plus 20. Daha sonra 24 dəfə backspace vurmaq silmək deməkdir. Minus 24. Bərabərdir. Edir 20. Yəni deyir ki, sənəddə neçə simvolluq söz qalır? 20 simvolluq söz qalmış olacaq. Təbii ki, bunu yazıb da baxa bilərsiniz. Bu qayda ilə də yaza bilərsiniz. 15-ci sual verilənlər bazası ilə bağlı sualdır. Bu suallar böyük görsənir, amma asan suallardır. Deyir ki, verilənlər bazasında əlaqələndirilmiş cədvəllər verilib. Bu cədvəllərə əsasən Nəzirə Hüseynovanın dərsində iştirak edən şagirdlərin ümumi sayını müəyyən edin. Nəzirə Hüseynova, baxaq, Nəzirə Hüseynova müəllimin adıdır. Nəzirə Hüseynova, burada baxın, informatikanı tədris edir. ID-si də 1231-dir. Başqa varmı? Yoxdur. Fənnin ID-si oldu 1231, informatikanı tədris edir. Fənnin ID-si 1231-dən şagirdləri tapaq. Baxın, bir bu şagirddir. Yenə varmı? Baxın, bir də bu şagirddir. Şagirdlərin sayını istəyir. Yəni, artıq bu cədvələ baxıb biz şagirdlərin adını da tapa bilərik orada. Onsa şagirdlərin ümumi sayını istəyir deyə say olur 1, 2, 2 dənə deməli say 2-yə bərabərdir. İndi burada şərtdə məsələn deyə bilərdi ki, baxın, ay 11, 12 ilə bitən, 11, 12 ilə bir şagirdə Aysudur, 11, 15 ilə bitən bir şagirdə İbrahimdir. İndi ola bilərdi ki, qızların sayı, oğlanların sayı belə yəni fərqli sual verə bilərdi. Onda birinci cədvələ də baxmağa ehtiyac olardı. Amma yəni burada heç birinci cədvələ baxmağa ehtiyac yoxdur. Şagirdlərin sayını istədiyi üçün cavab 2-yə bərabərdir. Cavab yəni burada olur 2, B variantı. Daha sonra 16-cı sualda doğru ifadəni istəyir. Yenə Excel ilə bağlı sualdır. Deyir B4, Y4 diapazonunda, Y7 diapazonunda 12 xana var. Xananın sayını necə hesablayırıq? B-dən Y-yə kimi. B-dən Y-yə kimi hərfləri yazsaq, B, S, D, Y. 4 dənə burada sütun var. Sətrin sayını hesablayanda sətirdən sətri çıxırıq. Üzərinə 1 gəlirik. Bu da edir 5. Xananın sayını istəyəndə sətri vururuq sütuna. 5-i 4-ə vururuq. 20 dənə burada xana var. Amma 12 xana yazıb. Yəni bu yalan ifadədir. Bu yalandır. Biri variantlardan çıxırıq. Daha sonra diapazonda olan xanaların daxilindəki məlumatları silmək üçün delete klavişindən istifadə olunur. Bəli, bu doğru ifadədir. Diapazonda olan xananın daxilində məlumatı silmək üçün delete klavişindən istifadə olunur. Bizdən doğrunu istəyir. Yenə eyni qaydada deyir, bu diapazonda 6 sütun var. Sütun hərflərlə göstərilir. A-dan F-ə kimi, yəni hərfləri ardıcıllıqla yazsaz, görərsiniz ki, həqiqətən də 6 dənə sütun olacaq. A, B, S, D, Y, F. Yəni 6 dənə sütun var. Doğru fikirdir. Qarışıq istinada nümunə olaraq bunu göstərmək olar. Xeyr. Qarışıq istinadda ya sütunun, ya sətrin qarşısında dollar işarəsi olur. Yəni bu mütləq istinaddır, qarışıq deyil. 4-cü fikirdə yanlışdır. Əslində cavab çıxdı, amma digər variantlara da baxaq. Hər hansı xanada birbaşa hesablama aparmaq olmur. Hər hansı xanada birbaşa hesablama aparmaq mümkündür. Yəni bu yalan fikirdir. Hər hansı xanada riyazi hesablama aparmaq üçün bərabər şəraitinin mütləq qoyulmalıdır. Bəli, bu da doğru fikirdir. Daha sonra davam edək. 17-ci sualda deyir ki, yenə Word-lə bağlı sualdır. Şirvan adlı abzas seçilib. Aha, Şirvan seçildi. Sonra Ctrl-X. Ctrl-X vuranda bu buradan silinir. Amma birbaşa silinmir. Yəni Ctrl-X-dan sonra
biz onun yerini dəyişmiş oluruq. Yəni nömrəsi də 3-3-ə bərabərdir. Kursor saatlı adlı abzasının əvvəlinə gətirilib Ctrl-V vurulur. Saatlının əvvəlinə gəlib Ctrl-V vursaq, deməli saatlının qarşısında Şirvan olacaq da. Yəni nömrəsi 3 olduğu üçün 3 yazırsan qısa olaraq. Aha, 2-ni etdik. 3. İmişli adlı abzas seçilib və yenidən Ctrl. İmişli seçilib əgər Ctrl-V vurulursa, artıq imişli ən sonuncu əməliyyatımız nə idi? Ən sonuncu əməliyyatımız Şirvan idi da, düzdür? İmişli artıq Şirvanla əvəz olunacaq. Yəni imişli olmayıb, yerində Şirvan olacaq. Şirvanın da nömrəsi 3-ə bərabər idi. Daha sonra kursor saatlığın əvvəlinə gətirilib, yenə Ctrl-V. Saatlığın əvvəlinə gətirilib, bax bura. Yenə Ctrl-V vursaq, ən axırıncı bizim mübadilə buferində olan Şirvan sözüdür deyə yenə 3 burada gəlir. Daha sonra kursor saatlı adlı abzasının əvvəlinə gətirilir və bunu etdik. Sabirabad adlı abzas seçilir və Ctrl-C vurulur. Sabirabad seçilib Ctrl-C vurulur. Heç bir dəyişiklik baş verməyəcək. Çünki Ctrl-C-dən sonra hər hansısa bir Ctrl-V əməliyyatı onsuz da icra olunmayıb. Deməli, ardıcıllığımız oldu 3-3-1. 3-3-1. Sabirabad olduğu kimi qaldı. Şirvan birincidən oradan silinmişdi. Və imişli də Şirvanla əvəzlənmişdi. Bura 3 qeyd eləmişəm. 3-3-1-2-3. 3-3-1-2-3 cavab olur C variantı. Daha sonra deməli 18-ci suala baxaq. Verilənlər bazası ilə bağlı sualdır. Verilənlər bazası cədvəlində soyadı A hərfi ilə başlayan, baxın, soyadı A hərfi ilə başlayan, yaşı 23-dən böyük olmayan, ixtisası da riyaziyyat olan müəllimləri müəyyən etmək üçün cədvəldə necə bir sorğu yerləşdiriləcək. Deməli, soyadı A hərfi ilə başlayan lazımdır bizə. Baxaq indi variantlara. Soyadı A ilə başlayırmı? Başlayır. Soyadı A ilə başlayır. Yəni, digər bütün variantlara baxaq. Soyadı A ilə başlayır. Yaşı 23-dən böyük olmayan, məsələn, D variantına fikir versəz, burada yaşı 23 və 23-dən böyük deyir, amma bizə böyük olmayan lazımdır, D ola bilməz. Daha sonra, ixtisası da riyaziyyat olan, baxın, həm bizə lazımdır ki, A hərfi ilə başlasın, həm yaşı 23-dən böyük olmasın, həm də ki, riyaziyyat fənni olsun. Bu da ən uyğunu A variantıdır. Çünki arada ənd olmalıdır. Bu hər üç olmalıdır. Ənd olanda hər üç ödənməlidir. Ona görə ənd olacaq arada. Yəni, or olmayacaq. Cavabı da qeyd elədik. Burada A variantı. Daha sonra 19-cu sualda. Verilənlər bazasına aid cədvəldə yazıların sayını müəyyən edin. Yazıların sayı, baxın, burada qarışıq versə də, yəni yazıların sayı bunları sayırıq da 1, 2, 3, 4, 5, 6, 7-yə bərabərdir. Bu sayda sualdır. Cavab da D variantı. Yazılar verilənlər bazasında sətirlərin sayıdır. Verilənlər bazasında kitablar adlı cədvəl strukturuna aşağıdakı fraqment verilib. Bu sayılardan hansı kitablar adlı cədvəl üçün başlıca açar ola bilər? Başlıca açar ümumiyyətlə elə bir sahədir ki, yəni baxın bunlardan. Yəni o heç kimlə təkrarlanmasın, yəni hamıda fərqli olsun. Yəni bunların isə məsələn ad başlıca açar ola bilərmi? Ola bilməz. Məsələn, tutaq ki, Tural, bir adamın adı Tural deyil ki, görün dünyada nə qədər adamın adı Turaldır. Yəni həmin sahəni biz başlıca açar kimi verə bilmərik. Elə sahəni verməliyik ki, o heç kimlə təkrarlanmasın. Və buna da uyğundur kitabın sıra nömrəsi. Hər bir kitabın öz sıra nömrəsi olur və o da təkrarlanmır. Kitablar sıra nömrəsinə uyğun olaraq nizamlanır. Yəni, cavab olacaq Y variantı. 21-ci sualda deyir, legendanı müəyyən edin. Belə bir hissə veriləndə, baxın, burada deməli, legenda hansı hissədir? Bunlar legenda adlanır. Burada şəkildə o qədər də yaxşı görsənmir. Burada baxın, bu sıralardır. 1, 2, 3, 4, 5 dənə sıra var burada. Baxın, 1, 2, 3, 4, 5 və hər birinin də öz rəngi var. Burada ağ-qara deyə rəng görsənmir, amma bu hər birinin öz rəngi var. Bu rənglərin mənasını bildirən hissə, baxın, bu kənarda var. Məsələn, birinci, deməli, burada onun rəngi var. Bildirən hissə legenda adlanır.
Yəni 3 burada hər birinin rəngini göstərən hissə legend adlanır. Cavab olur D variantı. Daha sonra 22-ci suala baxaq. Doğru olmayanları müəyyən edin deyir. Suala düzləndirmə deyil, xeyr bu. Yəni bu doğru deyil. Bunu götürürük. Çünki bu işarə bizdə Word-də sətirlər arası, abzaslar arası məsafəni müəyyən edir. Bu düsturu bildirir, bu düzdür. A simvolların rəngini dəyişmək üçün istifadə olunur. Bu xeyr, yəni bu A yox. Deməli, yəni bizdən doğru olmayan dediyi üçün 3-ü də götürürük. Daha sonra cədvəl bu doğrudur. Yəni bu fikir doğrudur. Fiqurlar da belə deyil, bu şəkilləri bildirir. Yəni cavab olur 1, 3 və 5 A variantı. 23-cü suala baxaq. Deyir, elektron cədvəl fraqmentində C3 xanasında hansı tam ədəd yazılmalıdır ki, D2 xanasının qiyməti 57 olsun.